Bir daha yoldaşlar salam, hər birinizin axşamınız xeyir olsun. Bugün sizlərlə dərsimiz kompüterin aparat təminatı bölməsindən ikinci hissədir. Deməli yoldaşlar, biz sizlərlə keçən dərs ümumi olaraq daxili yaddaş, xarici yaddaş, kompüterin əsas hissələri hansılardır, bunları öyrənməyə çalışdıq. Müəyyən qədər bunlardan məlumatımız oldu. Bugün isə yoldaşlar biz sizlərlə periferiya qurğularını öyrənəcəyik. Yoldaşlar, bəzi yoldaşlar deyir ki, bir də görürsüz testdə rast olur periferiya sözü. Periferiya qurğuları deyəndə nə anlama gəlir? Periferiya qurğuları deyəndə yoldaşlar ümumi olaraq giriş qurğuları, çıxış qurğuları, yəni bunlar nəzərdə tutulur. Biz bugün bunları öyrənməyə çalışacağıq. Yoldaşlar, ilk öncə bilməmiz gərəkir ki, kompüterə, yəni periferiya qurğusu üçün ümumi olaraq kontonerlər gərəkdir. Yəni, xarici qurğuların işini idarə edən, onu kompüterlə əlaqələndirən hansı qurğudur? Əlbəttə ki, kontonerlərdir. Kontonerlər qurğusu, yoldaşlar, ümumi olaraq neynədir? Kompüterin xarici qurğularını kompüterlə əlaqələndirdi. Bəs bu əlaqəni yaradan proqram hansıdır? Əlaqəni yaradan proqram isə driverdir. Driver, yəni xarici qurğularla periferiya qurğusunu, yəni kompüterlə ümumi olaraq əlaqələndirən, beyin olaraq əlaqələndirən proqram isə driverdir. Periferiya qurğuları yoldaşlar 3 yerə bölünür. Neçə yerə bölünür? 3 yerə bölünür. Gəlin görək hansılardır. Bax, birinci yoldaşlar giriş qurğusu. İkinci çıxış qurğusudur. Üçüncü həm giriş, həm çıxışdır. Yoldaşlar, giriş deyəndə nəyə başa düşəcək? Bax, məsələn, daxil olmaq kimi də yadda saxlaya bilərsiniz. Yəni, informasiyanı daxil edən qurğu. Çıxış qurğusu deyəndə artıq informasiyanı xaric edən qurğu kimi başa düşəcək. Amma elə qurğular da var ki, yoldaşlar, həm giriş qurğusudur, yəni həm informasiyanı daxil edir, həm informasiyanı xaric edir. Ona görə belə qurğular həm giriş, həm də çıxış sayılır. Bax, yoldaşlar, giriş qurğuları hansılardır? Bunları mütləq şəkildə əzbər bilməliyik, çünki proqramımızda da var. Bax, klaviatura. Klaviaturadan biz nə edirik yoldaşlar? Klaviatura vasitəsilə, klaviatura bilirsiniz ki, üzəri klavişlərdən ibarət bizim bir giriş qurğumuzdur klaviatura. Yəni, informasiyanı daxil edir. Sonra mousedur, skanerdir, planşet digitazerdir, mikrofondur, TV tunerdir, web kameradır, ondan sonra pen mousedur, trackballdur, joystickdir, touchpaddir. Yoldaşlar, bunlar da yenə informasiyanı daxil etmək üçün, oyunlar üçün istifadə olunan giriş qurğularıdır. İndi yoldaşlar, gəlin görək ayrı-ayrılıqda bunların hər birini öyrənməyə çalışaq. Yoldaşlar, klaviatura nədir? İlk öncə bilməmiz gərəkir ki, klaviatura giriş qurğusudur. Nə qurğusudur? Giriş qurğusudur. Giriş nə deməkdir? İnformasiyanı kompüterə daxil edən qurğudur. Yoldaşlar, klaviatura üzəri hərf, rəqəm, idarə etmə, funksional düymələrdən ibarət olan bir klaviş toplusudur. Bu klaviaturanın yuxarıda yoldaşlar, baxın, bu baş hissəsi bizdə F-lər cərgəsidir. Bizə desək ki, funksional düymələr neçədən başlayıb, neçədə bitir? Yadınızda saxlayın. Funksional düymələr deyəndə F1-dən başlayır, F12-yə qədərdir. İndi məsələn, mən öz klaviaturamı burada sizə göstərməyə çalışacağım. Düzdür, F-lər cərgəsi ekran klaviaturası olduğuna görə bizdə görsənmir. Amma ümumi olaraq klaviaturanın görünüşünə baxa bilərik. İndi hər birinizin iş yerinizdə var. Evdə klaviaturası olan kompüteri olan yoldaşlar var, oradan görmüş ola bilər. İndi ola bilər kiminsə iş yerində yoxdur və yaxud da evdə yoxdursa da bir daha nəzəriyyə üzərindən öyrənməyə çalışacaq. Yəni, klaviatura nələrdən ibarətdir? Üzəri sadəcə klaviş toplusundan ibarətdir yoldaşlar. Hər bir klavişin də özünə uyğun xüsusi əmrləri var. Yəni, yerinə yetirdiyi funksiyalar var. İdarə etmə deyəndə yoldaşlar, burada görəcəksiniz, baxın, oxlardır. Yenidən dönüş edəcəm. Baxın, bu bizdə görürsünüz sağ, sol. Sadəcə aşağı, yuxarı indi görsənmir, yığcam olduğu üçün. Yəni, artıq bu bizdə
oxlardır. Bizim ən böyük uzun boşluq klavişimizdir. Boşluq klavişi üçün, yəni klaviatura üzərindəki klavişlərin içərisindən ən böyüyü bizim boşluq klaviaturasıdır. O da spacebar yazılıb. Üzərindən bəzilərində yazılıdır, bəziləri klaviaturalarda yazı yoxdur. Yəni baxırsınız ki, ən uzun boşluq klaviaturamızdan üzərində olan klavişimizdir. İndi yoldaşlar, deyəcəksiniz ki, müəllimə, biz bunun üzərindəki klavişlərin hamısını əzbər bilməliyikmi? Yoldaşlar, əlbəttə ki, bizim üçün bunlar vacibdir ki, biz bunları bilməliyik. Çünki artıq bilirsiniz ki, kompüter iş həyatımızda kompüterin rolu böyükdür. Yazı işlərimizdir, sənədlərimizdir. Bizim hər bir zaman köməyimizə çatır. Ona görə də müəyyən qədər istifadə etdiyimiz klavişləri bilməliyik. Yoldaşlar, klavişlərdən məsələn bilməniz gərəkir ESC rejimdən çıxmaq üçündür. Ondan sonra məsələn baş hərf rejiminə keçmək üçün baş hərf rejimi deyəndə yadınızda saxlayın, bütün hamısını böyük yazır. Məsələn, caps lock bassanız yoldaşlar, artıq yazı zamanı hərflərimiz necə yazılacaq? Hamısı böyük yazılacaq. Kontrol bizdə idarə etmə düyməsidir. Yəni kontrolun köməyi ilə digər klavişlərdən istifadə etməklə müəyyən biz əmrləri yerinə yetiririk. Məsələn, Win bizdə start menyunu açır. Tək start menyunu açanda Win klavişindən düzdür istifadə edirik, amma ondan başqa biz öyrənəcəyik. Belə deyim, start baş menyunu açmaq üçün tapşırıq panelindən də açacağıq. İndi məsələn, Win düyməsinə gəlin baxmağa çalışaq. Yoldaşlar, Win düyməsi deyəndə üzərindən Win yazılmır. Baxın, görürsünüz, belə bir pəncərəyə oxşayır. Ağ çərçivədir. 4 bölünmüş hissədən ibarətdir. Bu bizim Win düyməmizdir. Məsələn, biz üzərinə toxunmuş olsaq, əlbəttə ki, nə edəcək? Bizim üçün, baxın, açmağa çalışdı. Start baş menyunun pəncərəsini açdı. İndi yoldaşlar, davam edək. Dedik ki, spacebar boşluqdur. Ondan sonra enter məlumatı daxil edir. İndi burada sizin üçün bir əlavə qeyd yazacağım. Yadınızda saxlayın. Enter abzası bildirir. Abzas bildirir. Nəyi bildirir? Abzas bildirir. Birdən yadınızdan çıxar yeni sətir düşünərsiniz. Xeyr yoldaşlar. Enter abzası bildirir. Yeni sətir fərqli bir şeydir. Abzas yəqin ki bilirsiniz. Orta məktəbdə imla yazanda, yazı yazanda yəqin ki Azərbaycan dilindən məlumatlı yoldaşlarıq. Abzası bildirir. Bəs bizdə yeni sətir deyəndə yoldaşlar, əgər bu dəfə shift plus enter olarsa, bu zaman yadınızda saxlayın, bu bizdə artıq sətri bildirir. Yəni yeni sətir fərqli bir şeydir, abzas fərqli bir şeydir. Ona görə də enter deyəndə məlumatı daxil etmək üçün istifadə edə bilirik. Enter abzas bildirir, shift enter isə sətri bildirir. Ondan sonra backspace bir simvol solu silmək üçün istifadə edirik. Məsələn, biz hər hansı bir sözü yazmışıq. Tutaq ki, kitab sözünü yazmışıq yoldaşlar. Kursorumuz hal-hazırda bu hissədədir. Mən tutaq ki, bir simvol solu silmək deyəndə kursordan soldakı hansı söz olacaq? Hərf olacaq, t hərfi olacaq. T-nı siləcək. Deməli, sola doğru nə edəcək? Silməyə çalışacaq. Bəs sağı siləndə biz nədən istifadə edəcək? Söhbət simvoldan gedir. İndi sözləri deyəcəksiniz, müəllimə, bəs sözü silmək, sətri silmək, yox yoldaşlar. Onları artıq Word proqramı keçəndə geniş öyrənəcəyik. Bugün sadə müəyyən qədər klavişlərdən məlumatımız olacaq. Yoldaşlar, biz sağdakı simvolu silmək üçün isə delete klavişindən istifadə edəcəyik. Deməli, delete basdıqda artıq sağdakı simvol, backspace basdıqda isə soldakı simvolu siləcəyik. Bunu bilməliyik. F1 kömək pəncərəsidir. Yəni, hər hansı bir problemlə bağlı məsələlərdə həmin pəncərəni açır. Orada artıq müraciət olaraq yazacağıq. Bizə qayıdıb cavab olaraq dönüşü verir. F2 faylın adını dəyişmək üçün, yoldaşlar, düzdür. İndi biz failin adını dəyişmək üçün, qovluğun adını dəyişmək üçün bunları Windows dərsi keçəndə orada öyrənəcəyik. Məsələn, failin adının verilməsində biz hansı simvolları istifadə edə bilərik? Qadağan olmuş bizim simvollar var. O zaman daha geniş göstərəcəm onu. Məsələn, biz F2 klavişindən də istifadə edərək dəyişə bilərik və yaxud da failin üzərində kontekst menyunu açaraq oradan rename adını dəyişməklə də dəyişə
bilərik. F3 axtarış pəncərəsini açacaq və yaxud da bizim burada aşağı hissədə də görürsünüz search axtarış hissəmiz var. Alt F4 cari pəncərəni bağlayır. F5 aktiv pəncərəni yeniləmək üçün, yəni sistemi yeniləmək üçün istifadə olunur. Page up mətni bir ekran boyu, yəni bir səhifə yuxarı keçid edir. Page down bir səhifə aşağı keçid edir. Yəni kursorun durduğu mövqedən gedir söhbət. Insert isə yoldaşlar digər belə deyim klavişlərlə birləşərək müəyyən funksiyanı yerinə yetirir, əvəz etmə, daxil etmə kimi də əmrləri yerinə yetirmiş olur. Print screen. Print screen deyəndə yoldaşlar, məsələn, ekranın screen olub mübadilə buferinə göndərilməsidir. Düzdür, onu biz Word proqramından da öyrənməyə çalışacağıq. Ekranın screen olunub, yəni belə deyim, mübadilə buferinə göndərilməsi və yaxud da ondan başqa print screen düyməsindən də istifadə edərək biz ekranı nə edə bilərik? Screen edə bilərik. Tam isə yoldaşlar mövqe keçidləri zamanı, obyektlər arası keçidlər zamanı istifadə etdiyimiz klavişlərimizdən biridir. Digər klavişlərlə də birlikdə işlədə bilirik. Klaviatura üzərində yoldaşlar klaviş sayı bəzən klaviaturadan asılı olur. Bəzi klaviaturalarda 104 də ola bilir, bəzən 105 də ola bilir. Düzdür, bunu sizdən soruşmazlar ki, klaviatur üzərində neçə klaviş var. Əslində o klaviatura üzərində klavişlərin yerləşməsindən asılı olaraq var olur. Amma MIDI klaviatura, bunu da yəqin ki, daha çox musiqi üçün istifadə olunur. Bu da bizim MIDI klaviaturadır. Deməli, klaviatura üzərində verilən bu klavişləri əzbər öyrənəcəksiniz. Amma mən sizə yoldaşlar, sırf klavişlərin PDF-ini atacağım. O klavişlərin PDF-ində, deməli, bugün bizim üçün neçənci gün? 4-cü gündür. Birinci günə qədər də müəyyən vaxtınız var. Bu dərsimiz də çox deyil, yoldaşlar, asan dərs olacaq. Oradan müəyyən qədər klavişləri öyrənməyə çalışın. Baxın, deyəcəksiniz müəllimə, onun biz hamısını öyrənək. Xeyr yoldaşlar, dediyim kimi gündəlik həyatımızda, yazı işlərində, sənəd işlərində istifadə olunan klavişləri öyrənəcəksiniz. Məsələn, necə? Word-də yeni sənəd yaradanda yeni sənəd yaratmanın klavişini, sənədi yadda saxlamaqdırmı? Ondan sonra seçilmiş mətnin kopisidir. Ondan sonra belə deyim, kod kəsib götürülməyidir, past yapışdırılmağıdır. Ondan sonra hiperlinkə keçid, yəni web səhifəyə keçid etmək üçün, tutaq ki, Word-də yazı yazmısınız, hər hansı bir internet səhifəsinə keçid etmək istəyirsiniz, Ctrl-K klavişindən istifadə edəcəksiniz. Yəni belə deyim də vacib olan klavişləri öyrənəcəksiniz. Amma uzun-uzadı böyük klaviş tiplərinə qətiyyən baxmayacaqsınız. Sadəcə necə bax, burada qısa və konkret vacib klavişlər verildiyi kimi, PDF-dən də qısa və konkret vacib klavişlərə baxacaqsınız. İndi gəlirəm yoldaşlar mouselarla bağlı. Mouse necə qurğudur? Biz öyrəndik ki, mouse bizdə giriş qurğusudur. Giriş nə deməkdir? İnformasiyanı daxil etmək. Deməli, mouse vasitəsilə biz nə edə bilirik? Yoldaşlar, informasiyanı kompüterə daxil edirik. Mouse informasiyanı kompüterə daxil edir. Ümumi olaraq bəzən yoldaşlar mouse'u əvəz edən qurğular da var. Belə deyək, giriş qurğuları. Eyni belə deyim, mouse kimidir, informasiyanı daxil etmək üçün. Biri trackball'dur, bir də touchpad'dir. Yoldaşlar, bunların özü də informasiyanı daxil etmək üçün giriş sayılır. İndi hər ikisi də informasiyanı daxil etmək üçündür. Ümumi olaraq bu mouse'un görünüşüdür. Mouse'un görünüşü bu bizdə sağ düymədir, bu bizdə sol düymədir yoldaşlar. Bu orta hissədə artıq diyərcək var. İndi gəlin baxaq. Mouse sol və sağ düymədən və diyərcəkdən ibarətdir. Sol düyməni bir dəfə klik etdikdə hər hansı obyekt seçilir. Deməli, mouse'un sol düyməsini biz bir dəfə klik etdikdə nə edə bilirik? Obyekti sadəcə seçirik. 2 dəfə klik etdikdə isə artıq o məlumata daxil oluruq. İndi yoldaşlar, o məlumat deyəndə onu necə başa düşək? Bax, məsələn, adi bir, sadə bir nümunəyə gəlin keçid edək. Tutaq ki, siz Word proqramına keçid etmək istəyirsiniz. Bax, məsələn, Word proqramının mən görünüşünü gəldim, ekrana qoydum. İndi mouse'un sol düyməsini bir dəfə klik eləyəcəm. Nə oldu? Bu sadəcə seçilmiş kimi oldu. İndi mən üzərində bunun 2 dəfə klik etmiş olsam, artıq görürsünüz nə elədi? Daxil olduq. Bizə Word proqramının ilkin açılış pəncərəsini göstərmiş oldu. Ona görə də yadınızda saxlayın, bir dəfə klik etdikdə obyekt seçilir, 2 dəfə klik etdikdə həmin obyektin içərisinə daxil olur. Yəni həmən
məlumata giriş etmiş oluruq. Və sağ düymə neynəyir yoldaşlar? Sağ düymə obyektin, yəni kontekst menyusunu açır. Düzdür, bu kontekst menyu haqqında bu dərs sizə başa salmayacağam. Çünki bizim çərçivədə orada bizə Windows dərsi verilib və pəncərəsi ilə bağlı. Windows dərsində onu geniş öyrənməyə çalışacağıq kontekst menyu haqqında. Ümumi olaraq kontekst menyu deyəndə bizə dedi ki, mausun sağ düyməsini basanda açılan seçimdir. Bax yoldaşlar, bu Windows pəncərəsi üzərində mausun sağ düyməsini basanda açılan bu bizim görünüşdür. Bunun adı kontekst menyudur. Bu kontekst menyuda biz nələr eləyə bilərik? Pəncərə üzərində edə biləcəyimiz dəyişikliklərdir. Görünüşlə bağlı, ekranda var olan pəncərədə bu şəkillər, piktoqramlar, qovluqlar, onların sıralaması ilə bağlı. Bax, yenicə dedik təzələ, sistem yeniləməsi, təzələməsi F5 öyrəndik. Bu növbəti belə deyək, iş masası fonunu dəyişmək. Məsələn, arxa fonunun keçidini dəyişmək. Görürsüz, arxa fonumuz tamamilə dəyişmiş oldu. İndi bunları yeni qovluq yaratmaq, sonra display parametr, pəncərə parametrləri ilə bağlı bir daha bunları geniş şəkildə öyrənməyə çalışacağıq. Yoldaşlar, məsələn, faildir. Failin üzərində də biz kontekst menyunu aça bilərik. Hətta qovluğun üzərində də kontekst menyunu aça bilərik. Necə açacağıq? Failin üzərinə gəlirsiniz, mausun sağ düyməsini basacaqsınız. Bax, bu sağ düymədən açılan seçimlər fail üzərində edə biləcəyimiz dəyişikliklərdir. Nələr eləyə bilərik? Faili kəsib götürə bilərik. Kopya edib köçürə bilərik. Failin adını dəyişə bilərik. Yenicə dedik F2 klavişi. Bax, ya buradan adını üzərinə toxunmaqla dəyişəcəksiniz və yaxud da görürsüz üzərinə gələndə deyir adını dəyiş. F2 klavişini basmaqla dəyişə bilərik. Faili paylaşa bilərik, faili silə bilərik. Bax, bu fail üzərində edə biləcəyimiz dəyişikliklərdir. Qovluğun üzərində yenə də eyni qaydadır. Mausun sağ düyməsini basanda qovluq üzərində açılan seçimdir. Amma burada nə əksikdir? Biz qovluğu paylaşa bilmirik. Məsələn, faillə qovluqda fərqi oldu ki, biz faili paylaşa bilirik. Amma qovluğu paylaşa bilmirik. Qovluğu kəsib götürə bilərik, köçürə bilərik, yəni kopya edə bilərik, adını dəyişə bilərik, silə bilərik. Bu da qovluq üzərində edə biləcəyimiz dəyişikliklərdir. Deməli, onda belə deyək də, sadə dillə başa düşək ki, kontekst menyu deyəndə nəyə başa düşdük? Pəncərə üzərində kontekst menyu, pəncərə üzərində edə biləcəyimiz dəyişikliklər, fail üzərində açılan kontekst menyu, failin üzərində edə biləcəyimiz dəyişikliklər, qovluq üzərində açılan kontekst menyu, qovluq üzərində edə biləcəyimiz dəyişikliklərdir. Biz bunları başa düşdük. Sonra yoldaşlar, yenə də trackball'dur, touchpad'dir. Ümumiyyətlə touchpad bilirsiniz ki, əsas notebooklarda olur. Bilirsiniz ki, notebookların belə klaviaturadan aşağı hissədə müəyyən belə düzbucaqlı formasında belə bir çərçivə hissə var. Barmağımızla bu hissəyə toxunduqda eyni mausun belə deyim əmrlərini yerinə yetirmiş oluruq yoldaşlar. İndi gəlin davam edək. Qrafik planşetdir, pen mouse'dur, joystickdir. Yenə də bunlar informasiyanı daxil etmək üçün giriş qurğularıdır. Skaner. Yoldaşlar, skaner nədir? Skaner yadınızda saxlayın. Giriş qurğusudur. Nədir? Giriş qurğusudur. Giriş deyəndə nəyə başa düşdünüz? İnformasiyanı daxil edən, məlumatı daxil edən qurğudan gedir söhbət. Deyir ki, informasiyanı kağız vərəq üzərində kompüterə daxil edən giriş qurğusudur. Bax, məsələn, sizə burada maraqlı sual verə bilər. Deyək ki, verilən informasiyanı kağız üzərində çıxarış edən qurğu hansıdır? Verilən informasiyanı kağız üzərindən kompüterə daxil edən qurğu hansıdır? Kağız üzərində informasiyanı çıxış edən qurğu printerdir. Bunlar bir-birinin əksidir. Printerdir. Həmən məlumatı əksinə kompüterə daxil edən isə yoldaşlar skanerdir. Deməli, skaner girişdir. Verilən görüntü, məlumatı, belə deyim, informasiyanı kompüterə daxil etmək üçün var olur. Skaner vasitəsilə biz kompüterə söhbət tək mətin daxil etməkdən getmir. Şəkillər, cizgilər, qrafik informasiyalar da daxil edə bilərik. Skanerlərin yoldaşları iki növü var. Əl ilə işləyən, yəni hand-hand, bir də stol üstü desktop skanerlərdir. İndi biraz yuxarı çəkim. Əl ilə işləyən skanerlər, bunu harda görə bilərsiniz? Marketlərdə, mağazalarda. Məsələn, baxırsınız ki, malların qiymətlərində skrin edir, düzdür? Qiymətləri
orada screen kod edir, ştrik kimi ötürməyə çalışır kompüterə. Əslində bizim işlərimizi xeyli yüngülləşdirir. Biri var, bir-bir onların qiymətlərinə baxalar, hesaplayalar. O vaxtı çətin idi. İndi artıq bunların hər biri skaner o qiymətləri özü koduna baxaraq kompüterə skrin edib götürüb ötürmüş olur. Deməli yoldaşlar, ümumi olaraq stolüstü skanerlər daha çox evlərdə, ofislərdə, baxın bunlardır. Bu stolüstü skanerlərdir. Ümumi olaraq stolüstü skanerlər biraz belə deyim, əl ilə işləyən skanerlərə nisbətən böyük ölçülərdədir. Bu skanerlərin, yəni stolüstü skanerlərdən gedir söhbət. Ölçüsü məsələn burada verilib. Düzdür, deyəcəksiniz müəllimə, bunun ölçüsü bizə düşərmi? 8.5 vuraq 11-ə və yaxud 8.5 vuraq 14 düyümdən ibarət olur. Bu bizə düşməz yoldaşlar. Ümumi olaraq ölçü ilə bağlı sizə məlumat verməzlər. Çünki soruşmazlar. Niyə soruşmazlar? İnformatika müəllimi deyilsiniz. Onlara maraqlı olan, görən informasiyanı kompüterə daxil edən qurğunun nə olduğunu skaneri bilirmi? Skaner informasiyanı daxil edəndə çıxışdı, bunun mahiyyətini bilirmi? Sadəcə sizə yığcam qısa və konkret məlumatlar lazımdır. Bu da yoldaşlar flatbeddir, ondan sonra sheetfeddir, skanerlərin digər növləridir. Bir də overheaddir. Bunlar da skanerlərin, baxın aşağı çəkəcəm, növləridir. Hər biri informasiyanı daxil etmək üçün var. Sadəcə belə deyim də, bəzilərində bəzi üstünlüklər var. Bunu necə yadda saxlayın? Bax, məsələn, biz telefon almağa gedirik, düzdürmü yoldaşlar? Baxırsınız ki, 200 manata da telefon var, məsələn, 500-ə də var, 2000 manatlıq telefon da var. Bunlar arasında nə dəyişir? Əlbəttə ki, keyfiyyət, yaddaş, görüntü kamerası ilə bağlı üstünlüklər. Ona görə də yoldaşlar hər bir skanerin də aralarında özünə uyğun müəyyən belə deyək, xüsusiyyət və xarakteristikalar var. Bunlar deyəndə nə başa düşəcək? Məsələn, flatbed skanerləri qiymətcə çox bahadır, ağıllı skanerlərdir. Ümumi olaraq belə deyək, daha sürətli işləyən skanerlərdir. Amma FET skanerləri faks aparat ilə işləməyə bənzəyir. Kompüterə deyir sürəti məlumatlı daxil edir, amma qurğuların içərisində dartır. Mənfi cəhəti oradadır ki, kitab, jurnal kimi cilt vasitələrinin sürətini daxil etmək mümkün deyil. Deməli, yoldaşlar, onda belə başa düşdük ki, bu skanerdən nə edə bilir? Sadəcə üzlük hissələri çıxara bilmir. Yəni, üzlük hissələr qalın var olan, üzlük hissələr cildlənmiş sürətli şəkildə üzlük hissələri çıxara bilmir. Bu da onların görünüşləridir, digər skanerlərin, overhead skanerlərinin. Sonra yoldaşlar, baxaq qrafik planşet. Qrafik planşet daha çox, digər adı da bunu digitazerdir. Bunu yoldaşlar daha çox müəllimlər işlədir. Məsələn, sizlər işlədəcəksiniz deyilsiniz. Hal-hazırda mən özüm də istifadə edirəm. Məsələn, mən qələm vasitəsilə yazıram. Hansısa bir hesabı hissə olsun və yaxud da xətlərin belə çəkilməsi, bunların hər birini digitazer vasitəsilə yazıram. Çox baha qiymətə də deyil. Sadəcə baha qiymətə yoldaşlar biraz bunun qələmidir. Məsələn, 2 aydan bir tək bunun qələminə 70-90 manat verirəm. Amma özünün qiyməti yoldaşlar belə deyim ki, yenə də ölçüsünə görə, keyfiyyətinə görə 250-dən başlayaraq 500 manat arası təşkil edir. Deməli, bu da bizim üçün giriş sayılır. Deməli, nə başa düşdük? Qrafik planşet və digitazer deyəndə informasiyanın daxil olunması üçün istifadə etdiyimiz giriş qurğusudur. Bu qədər. İndi gəlirik mikrofon. Mikrofon deyəndə yoldaşlar, bəzi yoldaşlarımız düşünür ki, mikrofon səsi xaricidir. Yəqin bu bizdə çıxış sayılır. Yadınızda saxlayın. Mikrofon çıxış yox, girişdir. Əksinə, kolonka çıxışdır. İndi niyə mikrofon girişdir? Ona görə ki, səsimizi analog formada kompüterə daxil edir. Deməli, neynəyir yoldaşlar? Mikrofon əvvəlcə səs siqnallarını qəbul edir. Daxilə ötürdükdən sonra artıq bunu xaric edir, çıxarış edir. Ona görə də yoldaşlar, mikrofon bizdə giriş qurğusu sayılır. Bu TV tunerdir. TV tuner yoldaşlar televiziya verilişlərinə baxmaq üçün istifadə olunur. Burada sağ tərəfdə də görünüşü var. Deməli, TV tuner giriş qurğusudur. Sonra var web kamera. Web kamerada deyəndə yoldaşlar,
mağazalarda, indi hal-hazırda belə deyim də, evlərdə də istifadə edən yoldaşlar var. Yəqin müəyyən qədər görmüş olarsınız kameralardan. Sadəcə neynəyir? Ümumi görüntünü daxil etmək üçündür kompüterə. Ona görə də web kamerada bizdə giriş qurğusu sayılır. İndi gəlin keçək yoldaşlar çıxış qurğusuna. Çıxış qurğusu deyəndə yadınızda saxlayın, monitordur, printerdir, proyektordur, kolonka və qulaqçıqlardır, proyektorlardır. İndi yoldaşlar, gəlin görək monitor nədir? Ümumi olaraq monitor deyəndə verilən təsviri, görüntünü ekrana çıxaran bizim çıxış qurğusudur. Yəni mənim necə kompüterimin ekranını görürsüz? Nə üçün? Hər hansı bir təsviri ekranda çıxarmaq üçün var. Ona görə də monitor deyəndə biz bunu çıxış kimi qəbul edəcəyik. Qrafik təsvirlərdir, cədvəldir, mətin informasiyanı əks etdirmək üçün çıxış qurğusudur. Ümumi olaraq monitor şaquli və üfüqi nöqtələr çoxluğuna, yəni üzəri xırda kiçik piksellərdən təşkil olunub. Düzdür, biz o pikselləri görmürük. Xırda piksellərdən təşkil olunub. Hər bir düyümün də ölçüsü var. Düzdür, deyəcəksiniz müəllimə, düyüm ölçüsünü bunları öyrənəkmi? Ayırt etmək üçün piksel ölçüsünü. Xeyr yoldaşlar, buna gərək yoxdur. Monitorun nə olduğunu bilsəz bizə bəs və yetərlidir. Yenə də dediyim kimi, monitorun diaqonal ölçüsünü gəlib sizdən soruşmaz axı. Çünki siz belə deyim, kompüter satışında işləmirsiniz. Heç məsələn informatika müəllimlərinə belə düşmür. Ona görə də bu ölçü haqqında çox da ölçülərə diqqət etməyin. Əsas məlumatlara diqqət etməmiz gərəkir. Monitorun növləridir. Elektron şüa borlu ola bilir, maye kristal ola bilir, bir də plazma ekrandan ola bilir. Yəni bunlar ekranın belə deyək də növləridir yoldaşlar. Ekran növlərinə görə ayrılır. Gəlirəm monitorun bəzi parametrləri var. İndi yoldaşlar, monitorun parametrləri deyəndə nəyə diqqət edəcəyik? Monitorun parametrləri deyəndə yoldaşlar, maksimal tezliyidir, təzadlıq dərəcəsidir, müşahidə bucağıdır, piksellərin əks olunma vaxtıdır, bir də matrisinin tipidir. Yəni belə deyək, ölçü düyümləri ilə bağlı. Deyəcəksiniz müəllimə, parametrləri bizdən soruşularmı? Xeyr yoldaşlar, sizdən monitorun parametrləri soruşulmaz. Sizdən soruşsa, kompüterin əsas xarakteristikasını soruşacaq. İndi mən bura bir dönüş edəcəm yoldaşlar. Burada sizin üçün onu yazacağım. Düzdür, onu bir Word-də səhifəyə qrupa atmışdım, sonra sildim. PDF-in içərisində yoxdur məlumat, amma sizin çərçivənizdə var. Sizdən soruşa bilərlər bunu. Ona görə də Word-də onu yazıb sizə atacağım. Ümumi olaraq kompüterin yadınızda saxlayın əsas xarakteristikası deyəndə nəyə diqqət edəcəyik? Məsələn, telefon alanda ilk öncə nələri soruşuruq? Məsələn, işləmə sürətini, düzdürmü? Bu kompüterdə də belədir. İşləmə sürəti bizim üçün çox vacibdir. Sonra ikinci telefon alanda nəyə diqqət edirsiniz və yaxud da kompüter alanda nəyə diqqət edirik? Yaddaş tutumu, düzdürmü yoldaşlar? Yaddaş tutumu. Sonra nəyə diqqət edirik? Hesablama dəqiqliyi, yəni hesablama qabiliyyəti. Hesablama dəqiqliyi. İndi ola bilər siz hesablama dəqiqliyini soruşmazsınız, amma ən azından işləmə sürətidir, yaddaş tutumu bunlar müəyyən qədər sizin üçün vacibdir. Sonra əmrlər sistemi. Əmrlər sistemi. Sonra yoldaşlar nəyə diqqət edirik? Bizim üçün hər birimiz üçün də önəmli qiymətidir. Niyə? Ona görə ki, bəzisinin qiyməti 1000 manat, bəzi kompüterlərdə 2000, 3000, düzdür qiymətdən asılı olaraq dəyişir. Telefonlarda olduğu kimi. Ona görə də ilk ağlımıza gələn nədir? Qiyməti. Sonra nədir yoldaşlar? İş etibarlığı. Biz iş etibarlığı deyəndə, məsələn, təzə kompüter alanda bizim üçün nə verilir? Müəyyən bir qaranti verilir iş etibarlığı üçün. Məsələn, hansısa bir problem çıxanda, məsələn, deyir 1 il qaranti verirəm, 6 ay qaranti verirəm, iş etibarlığı ilə bağlı, keyfiyyəti ilə bağlı. İş etibarlığı. Deməli yoldaşlar, bunlar nə oldu? Bu 6 dənə məlumat kompüterin əsas
xarakteristikası. Düzdür, indi baxacağım PDF-in içərisinə, amma gözümə dəymədi. PDF-in içində olarsa da göstərəcəm, oradan oxuyarsınız. Əgər PDF-in içərisində yoxdursa da, yazıb ayrıca da qrupunuza atacağım. Başlıq olaraq da kompüterin əsas xarakteristikası. Buna bir göz gəzdirərsiniz. Hamısını yadınızda saxlamasanız da, bax, tutaq yadınızda qalmır. Deyəcəksiniz, müəllimə, hamısını yadda saxlayaq. Yox, ən azından desəz ki, mən kompüter alanda işləmə sürətinə diqqət edirəm, yaddaşına diqqət edirəm, hesablama dəqiqliyinə diqqət edirəm, qiymətinə diqqət edirəm, iş etibarlığına diqqət edirəm. Ən azından bir 4 dənəsini, 3 dənəsini desəz, onlar bundan qane olmuş olacaqlar. Biləcəklər ki, məlumatlısınız. Çünki biz informatika dərsi öyrəniriksə, siz kompüterin hissələrini, yəni aparat təminatını öyrənirsinizsə də, yəni kompüterin də xarakteristikasını bilməliyik. İndi yoldaşlar, gəlin baxaq. Çıxış qurğularımızdan digəri printerdir. Printer çox sağ olsun, belə deyək də yoldaşlar, bizim ən çox köməyimizə çatan, yazı işlərimizdə kopya etdiyimiz, iş yerlərində tez-tez istifadə etdiyimiz çıxış qurğusudur. İnformasiyanı kağız üzərinə çap etmək üçün istifadə olunur. Ümumi olaraq yoldaşlar, printerin də kompüterə qoşulması üçün 2 dənə port var. LPT, bir də USB port. Bu bizdə universal portdur. USB universal port deməkdir. Yəni bu universal porta ümumi olaraq müəyyən qədər verilən çıxış qurğularını qoşmaq olar. Bu LTP-yə gəlirəm. Bu LTP-ni yadınızda saxlayın. Niyə? İndi biz bu dərslərdən sonra Windows dərsi keçəndə, pəncərəsini keçəndə yoldaşlar orada öyrənəcək ki, məsələn, bizim qadağan olunmuş, tutaq ki, fayl adlarında qadağan olunmuş simvollar keçəcək. Sonra qadağan olunmuş sözlər keçəcək. Məsələn, tutaq ki, mən bu faylimdir, bu fayla ad vermək istəyirəm. Fayla biz yoldaşlar müəyyən qədər kitab sözünün adını verə bilərik. Hər hansı bir problem olmayacaq. Məsələn, Word sənədidirsə də genişlənməsi də olacaq docıxı. Müəyyən qədər yəqin məlumatınız var. Daha çox mətn tipli sənədlərdə Word də bilirsiniz ki, mətn proqramıdır. Genişlənmələrində docux olur. Əgər siz faylın adında, məsələn, tutaq ki, LPT2 yazmış olsaz, nöqtə, məsələn, biz docuxu yazsaq, bu bizdə yoldaşlar qadağan olunmuş adlardır. İndi qadağan olunmuş adları keçəcək. LPT 1, 2, 3, 9-a qədər, sonra komlar var. Bunlar niyə qadağan olub? Ona görə ki, kompüterdə bu adlar artıq istifadə olunub. Niyə? Çünki LPT artıq port kimi istifadə olunub. Yəni bu ad istifadə olunduğuna görə yenidən onu biz ikinci bir ad kimi fayllara, qovluqlara ad verə bilmərik. İndi o dərsi keçəndə deyəcəksiniz, müəllimə, məsələn, nə üçün LPT-ni biz verə bilmirik? Yəni, indidən deyirəm ki, bu səbəbə görə, bu adlar artıq istifadə olunduğuna görə biz ikinci dəfə onları ad kimi istifadə edə bilməyəcəyik. Yoldaşlar, printerlər işləmə qabiliyyətinə, prinsipinə görə 2 yerə bölünür. Zərfli printerlər var, zərfsiz printerlər var. Printeri alanda biz nəyə diqqət edirik? Printerin əsas xarakteristikası nədir? Necə kompüterin əsas xarakteristikası olduğu kimi printerin də var. Əməliyyat prinsipinə görə, rəng imkanlarına görə, məsələn, bir anlıq xatırlaya da bilərsiniz, yoldaşlar, printerlərlə bağlı. Bax, məsələn, mənim özümdə yazı işləri çıxartdırdığım müəyyən bir printer yerləri var. Düzdür, mənim özümün yoxdur, istifadə etmirəm. Özüm istifadə etmirəm deyəndə çıxartdırıram. Baxıram ki, bax, məsələn, bu printerin çıxardığı biraz daha solğundur, rəng imkanları azdır, keyfiyyəti yaxşı deyil. Amma məsələn, böyük ölçü printerlər var, hər zaman orada çıxartdırıram. Daha rəngli, daha parıltılı, effektli, belə deyim də, rənglər daha canlıdır da, belə yoldaşlar. Oxuyanda gözümüz qaralmır, göz yorulmur. Amma elə printerdən çıxan yazılar var ki, solğun olur, oxuyanda gözümüz yorulur, hərflər tam görsənmir. Amma elə printerlər də var ki, orada daha keyfiyyətli çıxır məlumatlar, informasiya. Nəyə görə? Rəng imkanları daha üstündür, qrafik imkanları daha üstündür. Ondan sonra eləsi var, daha sürətli çıxardır. Çap keyfiyyəti üstündür. Çapı daha sürətli çıxardır. Qiyməti də olduğu kimi yenə də müəyyən qiymət aralığında təşkil olunur. 300 manata da printer var, 500-ə də var, 1000 manata da var. Artıq bu keyfiyyətlərə əsasən də tənzimlənir. Yoldaşlar, bu da printer haqqında məlumatımızdır. Printer haqqında nəyi bildiniz? Printer çıxış qurğusudur. Nəyi çıxardır? Verilən informasiyanı kağız üzərində çap etmək üçündür. Printerin hansı növləri var? Zərfli, zərfsiz növü var.
Bu qədər. Printerin kompüterə qoşulduğu port hansıdır? Deyə bilərsiniz. Məsələn, LPT portu və yaxud da universal port. Bunu da deyə bilərsiniz. İndi yoldaşlar, burada var məsələn matrisli printer, lazerli printer. Yoldaşlar, bunları oxuması, çünki yenə dediyim kimi ümumi məlumat üçün özünüz üçün oxuyarsınız, amma bunu sizə sual verməz. Çünki artıq matrisli printer nədir, zərfli printer nədir? Məsələn, şırnaqlı printer nədir? Artıq lazerli, LED lazerli printerlər nədir? Yoldaşlar, bunlarla sizi yormağa çalışmazlar. Sadəcə onlara lazım olan printerin nə olduğunu bilməniz gərəkir. O da sizə bəs və yetərlidir. Sonra bilməmiz gərəkir yoldaşlar politer. Politer nədir? Bunu necə yadda saxlayın? Heç fikir vermisinizmi yoldaşlar? Bax, məsələn, bu sizin işlədiyiniz iş yerlərində də ola bilir. Böyük ölçülü divar kağızları var. Bax, məsələn, bizim rəhbərimizin portreti deyək. Ondan sonra müəyyən qədər yol kənarlarında fikir vermisinizmi? Böyük ölçülü reklam üçün elanlar var da. Reklam elanları baxacaqsınız ki, yolun kənarlarında var. Adi məktəblərdə, yəni böyük ölçülü kağızlardır. Bu böyük ölçülü kağızları çıxardan nədir? Politerdir. Mən bunu həmişə necə deyirəm, yadınızda saxlayın. Yoldaşlar, printer kiçik ölçülü informasiyanı çıxardır. Politer daha böyük. Yəni düşünün ki, politer printerin böyük qardaşı kimi də düşünə bilərsiniz. Böyük ölçülü təsvirləri kağız üzərində çıxarmaq üçün istifadə olunan bizim ümumi olaraq çıxış qurğularımızdan biridir. Bu da politerin görünüşüdür. Dediyim kimi politerin nə olduğunu biləcəksiniz. Politer nə oldu? Printer kimi. Printer kiçik ölçünü çıxardır. Politer böyük ölçülü təsvirlərdir, çertyojlardır, böyük ölçülü informasiyanı çıxarmaq üçündür. Başqa digər məlumatlara toxunmursuz. Sonra yoldaşlar, digər bilməmiz gərəkir kolonkalarla bağlı. Yoldaşlar, ümumi olaraq bilirsiniz ki, səs ucaltmaq üçün kolonkalardan istifadə olunur. Kolonkadan başqa yoldaşlar, qulaqçıq, naüşnik də deyə bilirsiniz, qulaqçıq da deyə bilərik. Bax, bunlar da çıxış sayılır yoldaşlar. Naüşnikin özü də, kolonkada bunların hər biri informasiyanı, səs informasiyasından gedir söhbət. Səs informasiyasını dinləmək üçün istifadə etdiyimiz çıxış qurğusudur. Sonra proyektor. Bu da proyektorun görünüşüdür. Yoldaşlar, kompüter ekranında informasiyanı müəyyən bir müstəvi üzərində əks etdirir. Yəni, kompüterdə verilən bu məlumatı proyektor görüntüsünü qarşı tərəfə əks etdirmiş olur. Bu da bizdə nə sayılır? Çıxış qurğusu. İndi yoldaşlar, elə qurğularımız var ki, həm giriş sayılır, həm də çıxış. Baxın, həm giriş, həm çıxış deyəndə bunlar 3 dənədir. Modemdir, sensorlu monitordur, bir də faksdır. Düzdür, mən faksdan istifadə özüm etməmişəm, amma müəyyən qədər indi məndən yaşca böyük olan yoldaşlarımız da varsınız. Hansınız istifadə etmişsinizsə də indi bir daha xatırlamış olarsınız. Modem yoldaşlar hər birimiz görmüşük. Baxın, bu modemin görünüşüdür. Modemi nə üçün istifadə edirik? Biz internet şəbəkəsinə qoşulmaq üçün. İndi bizə desək ki, bax, məsələn, bu önəmli sualdır, verə bilər. Çünki müasir devirlə də əlaqəlidir. İnternet hər birimiz istifadə edirik. Deyə bilər ki, kompüter şəbəkəsinə qoşulmaq üçün istifadə etdiyimiz giriş və çıxış qurğusu hansıdır? Nə deyəcəksiniz? Modemdir. Modem 2 funksiyanı yerinə yetirir. Həm girişi, 2 yazacağım, bir dənə də çıxış. Həm giriş, həm çıxış. Bunların hər ikisini yerinə yetirir. Modem yoldaşlar, ümumi olaraq analoq informasiyanı rəqəmsal informasiyana çevirir. Rəqəmsalı da analoqa çevirən bizim qurğulardan biridir. Modem telefon xətti ilə kompüter arasındakı rəqəmli elektrik siqnallarını analoq siqnallara çevirmək üçün var. Ona görə də modulyasiya və bəzən də buna demodulyasiya deyilir. Modulyasiya, yəni analoqu rəqəmsala çevirən, demodulyasiya onun tərsidir. Yəni, biri var, analoqu rəqəmsala çevirdi. Bu modulyasiyadır. Biri də var, indi bunu tərsini çevirin. Rəqəmsalı analoqa çevirən, bu da artıq demodulyasiya olacaq. Deməli, yoldaşlar, kompüter rəqəmsal informasiya ilə işləyir. Rəqəmsal siqnallarla işləyir. Kompüter nə ilə işlədi?
rəqəmsal informasiya ilə, nə ilə işlədi? Rəqəmsal siqnallarla. Ancaq telefon isə analoq siqnallarla işləyir. Bunu da yadınızda saxlayın. Baxın, önəmli sualdır. Telefon nə ilə işlədi? Analoq siqnallarla. Kompüter nə ilə işlədi? Rəqəmsal siqnallarla. Ona görə də modem çevirici qurğudur. Analoqu rəqəmsala, rəqəmsalı da analoqa. Gəlirik sensorlu monitor. Sensorlu monitor deyəndə yoldaşlar artıq məsələn əlimizlə toxunaraq müəyyən bir görüntü hissələrini aça bilirik. Hər hansı daxilində proqramlara keçid edə bilirik, məlumatlara keçid edə bilirik. Ona görə də bu bizdə sensor ekran kimi qəbul olunur. Bax, məsələn, hər gün telefondan istifadə edirik, düzdürmü yoldaşlar? İndi mənə deyin görüm, telefonun ekranı sırf bütün klaviaturdan ibarətdir. Biz məsələn tutaq ki, WhatsApp-a girəndə klaviaturadan nəyəsə daxil olup, bu daxil oluruq, xeyr. Və yaxud da Facebookda hər hansı bir tədbir keçirmişsiniz, onu paylaşırsınız. Facebooka daxil olmaq üçün klaviaturadan mı istifadə edirik? Xeyr yoldaşlar, niyə? Sensor ekrandan istifadə edirik. Barmağımızla telefonun ekranında, tutaq ki, burada W-qon, bu WhatsApp-ın ikonudursa da barmağımızla WhatsApp-ın ikonuna toxunmaqla artıq daxil ola bilirik. Həmin proqramlara giriş edə bilirik. Ona görə də toxunaraq informasiyanı daxil etməkdən gedir. Amma məlumatı xaric etdiyinə görə, yəni o təsviri də yenidən geri qaytarıb bizə göstərdiyinə görə biz də WhatsApp-a daxil olanda artıq oradan nəyi gördük? Bir məlumatı gördük. Kiməsə mesaj atmamızı və yaxud da Facebook olsun, hər hansı bir PDF olsun açmışıq. Həm də bizə onu geri dönüş qaytarış etdiyinə görə sensorlar, ümumiyyətlə sensor ekranlar həm giriş, həm də çıxış sayılır. Bu da faksdır yoldaşlar. Faks da bax burada kiçik bir müəyyən qədər bir ekranı var. Bu da üzərində rəqəmlərdən ibarət klaviatura hissəsi var. Ümumi olaraq faks da bizim üçün həm giriş, həm də çıxış sayılır. Deməli, giriş-çıxışlar hansılar oldu? Modemdir, sensorlu monitorlardır, faksdır. Bunu da unutmayaq. Deməli, yoldaşlar, bizim sizinlə bugünkü dərsimiz bu qədər. Biz sizlərlə nə öyrəndik? Biz sizlərlə bugün öyrəndik ki, kompüterdə ümumi olaraq aparat təminatı bölməsindən giriş-çıxış qurğularını öyrənməyə çalışdıq. Giriş-çıxış qurğularının da hər birini sizə başa salmağa çalışdım. Dediyim kimi, qısa yollara da, klavişlərə də mütləq şəkildə diqqət edəcəksiniz. Bir daha da dərsi dinləyərək də yadınızda da saxlaya bilərsiniz. Amma mən sizə keçən dərsdən söz vermişdim, səs atacaqdım. Biraz zaman olmadı, ata bilmədim. İndi yəqin ki, bugün çatdıra bilsəm, atacam, səsli izah da atmağa çalışacağam. Deməli, bugünlük sizlərlə yoldaşlar dərsimiz bu qədər.